Keçən videomuzda Norveçdə ərzaq məhsullarının qiymətləri ilə bağlı video çəkmişdik. Düşünürəm ki, maraqlı alınıb. Dünyanın ən bahalı ölkəsi hesab edilən Norveçdə ərzağın qiyməti neçədir filan belə müqayisə üçün. İndi də geyim əşyaları ilə bağlı video çəkəcəm. Onu da qeyd edeyim ki, keçən videoda olduğu kimi, yəni burada satılan mallar Norveç kronu ilə satılır. 1 Norveç kronu, o 10 Norveç kronu 1 dollar civarındadır. Orta hesabla, yəni ki, verilən qiyməti 10-a bölməklə dollara olan nisbətdə qiyməti çıxartmaq olur. Belə. Yəni gerisi, yəni manata çevirmək daha asandır. Belə. Bu arada sizdən kanalımıza abunə olmağı xahiş edirəm. Şərh bölümündə fikirləriniz, suallarınız varsa verə bilərsiniz. Belə, getdik. Onu da qeyd edeyim ki, burada insanların üzünü çəkmək biraz yasaq olduğuna görə çalışacağım ki, çəkdiyim videolarda marketlərdə, butiklərdə olan, burada marketə butik deyirlər, butiklərdə olan insanların üz simaları düşməsin. Yəni, bu belə. Demək, şalvarlardır, kişi şalvarlarıdır. Təxminən. Qeyd edeyim ki, bu girdiyim butik, girdiyim market çox elə də baha olmayan marketdir. Burada qiymətlər qeyd olunur, bu şəkildə qeyd olunur. Evro ilə bu qiymət, İSK bilmirəm haranın puludur, NOK Norveçin puludur, 300 krondur. Bu Danimarka puludur, bu da ki, bilmirəm SEK haranın puludursa. Yəni Norveç pulu 299, evro ilə 30 krondur. Maşallah. Yəni bir daha qeyd edeyim ki, bu heç də çox baha olmayan butikdir, marketdir. Belə aşağı kateqoriyalı. Bunlar endirimdə olan şalvarlardır. Maksimum 150 krondur. Üstündə qiymət olunur. Misal üçün bu hər nədirsə 100 kronadır. Endirimdə olan şalvarlardır. Yenə bir daha qeyd edirəm. Bax 150 krondur bunun qiyməti. Norveç kronu, yəni 15 dollar. Adi futbolkadır. Adi. $150 kron, 149 kron, 13 evro. Bu cür sportiv şalvarlar da idman şalvarlarıdır. Qış idman şalvarı. Qiyməti 200 kron, 20 dollar. Belə. Bax, bunlara 30% endirimdir. 1500 kron da 30%, 450 kron da çıxır. 1100 kron. Gördüyüm bu ayaqqabının qiyməti harada gördüm ha indi. Hə, burada. 1300 krondur, 50% endirir. 650 krona. Amma onu da deyim ki, bunların keyfiyyətlərindən söz yoxdur. Bunlar firma mallarıdır hamısı. Və belə. Və daha baha da 2000 krona falana da var. 1500, 1800, 2000 və daha bahalı da var. Belə. Mən endirimdə olan məhsullarını göstərdim. Bu ayaqqabı endirimdə falanda deyil. 1900 kron, 190 krona, 190 dollara. Onu da deyim ki, burada qiymətlər İsveçdə buradan daha ucuzdur. Ərzağı olduğu kimi geyimlərə də. Belə kurtkalardır, 30% endirimdədir. Qiyməti 4000 krondur, yəni 400 dollardır. 30%də 120 dollar çıxanda belə bir şey qalır. Amma onu da deyim ki, bura daha keyfiyyətli şeydir. Marketdir. Qiymətlər burada belədir. Burada sviterlərdir. Endirimsiz falansızdır. Baxın. 1200 kron. 120 dollara. Köynək. Böyle qalın köynək. Bu da 120 dollardır. 1200 kron.
Bu başqa dükandır. Bu orta səviyyəli dükandır. Burada çox baha da deyil, aşağı da deyil, orta səviyyədir. Bax belə bir düyməli sviterdir. 800 krona. Amma 50% endirimdədir. 400 krona düşür. Bu belə bir sviterdir. Düyməli. Dediyim orta səviyyəli dükanda bax 70% endirimdir. Məhsulun qiyməti 70% endirimdədir bunlar. Bu pencəklər. Deyək ki 1500 krondur. 1500 krondur. Bunda 70%'ini çıxanda 450 krona düşür. Endirimdə olan. Belə. Gördüyünüz kimi dostlar, bu Norveçdə həyat səviyyəsi yüksək olsa da, əmək haqqısı yüksək olsa da, xərcləri də yüksəkdir və hər şey bahalıdır. İllahdan da Azərbaycan kimi ölkələrə nisbətən daha bahalıdır. Amma buna rəğmən hamı da məmnundur, hamı da yaşayır. Heç kəs də əlahətdə şikayət eləmir. Önəmli olan odur ki, hər şey keyfiyyətlidir. Burada heç vaxt eşitməzsən ki, ərzaqdan kimsə zəhərlənib və yaxud aldığı hər hansı bir keyfiyyətsiz məhsulun səbəbindən adama nəsə bir xəsarət alıb. Onu da deyim ki, burada sahibkar üçün çox çətindir işləmək. Nəyə görə? Bir-iki dənə tanış sahibkar var, deyir, söyləyirlər. Adamlardan çox həddən artıq çox tələblər var. Təsəvvür edin, bir tanış sahibkar var, söhbət eləyir. Deyir ki, adı taburetka deyək də, Azərbaycan dilində taburetka, oturmaq üçün stul olan taburetka satırmış. Demək gəlib hansısa əlaqədar təşkilat gəlib yoxlama aparıb. Bu taburetkanın taxtasının sertifikatını, taburetkanın özünün yox, taxtasının sertifikatını, bu taxtanın mənşəyi, o taxtanın tərkibi və s. və ilə axır haqqında məlumat istəyib. Təbii ki, adamda da o sertifikat olmayıb. Yüngül cəza ilə canını qurtarıb, söylənənlərə görə 30.000 kron, yəni 3.000 dollar yüngül cəza ilə. Amma deyir, normalda daha ciddi cəza da verə bilərdilər. 200-300.000 kronluq deyir, cəza verirlər. 20-30.000 dollar da belə deyək. Belə. Bu arada kanalımıza abunə olun. Like düyməsini, bəyənmə düyməsini sıxın. Fikirlərinizi, şərhlərinizi yazsaz məmnun olarıq. Təşəkkür. Video baxdınızsa sona qədər minnətdarıq.